İrana bağlı radikal informasiya şəbəkələri və xüsusilə də Sepaha yaxın media resursları son günlər yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasını gücləndirib. Həmin təbliğat xəttində əsas iddia bundan ibarətdir ki, güya İrana endirilən zərbələrin bir hissəsi Azərbaycan ərazisindən həyata keçirilib və hazırda Azərbaycanın şimal-qərb istiqamətində İran əleyhinə mümkün quru əməliyyatına hazırlıq gedir. Sepahın rus dilli Telegram kanalında yayılan məlumatda Azərbaycanın Talış bölgələrində güya hərbi qüvvələrin cəmləşdirildiyi, hətta Türkmənistan paytaxtında Amerikalı hərbiçilərin göründüyü iddia olunur. Həmin paylaşımda İsrailin Suriyada tətbiq etdiyi ssenarini İrana qarşı da həyata keçirmək istədiyi irəli sürülür və İran daxilində iqtisadi problemlərin, sosial narazılıqların dərinləşdirilərək mümkün yerüstü müdaxilə üçün zəmin hazırlandığı iddia edilir. Lakin bu iddiaların heç biri rəsmi faktla təsdiqlənmir və Azərbaycan tərəfi bu kimi informasiyaları açıq şəkildə dezinformasiya və siyasi təxribat hesab edir. İran üçün bu hələ də hərbi vəziyyətdir və davamlı monitorinq aparılır. Bu sözləri İran ordusunun sözcüsü Məhəmməd Əkrəmliyə deyib. Əgər düşmən yenidən hərəkətə keçərsə, yeni alətlər, metodlar və arenalarla qarşı-qarşıya gələcək. Son 72 saat ərzində 52 İran gəmisi Amerika blokadasını yarıb. Onlardan 31-i neft, 21-i isə yük gəmisidir. Rusiya prezidenti Vladimir Putin Ukrayna ordu qüvvələrinin Tuapsedə neft emalı zavodlarını hədəf almasına ilk dəfə münasibət bildirib. Kreml rəhbəri bu zərbələri terror hücumları kimi xarakterizə edib. O bildirib ki, Ukraynaya hər gün ərazi itirdiyindən belə taktikalara əl atır. Putin əlavə edib ki, PUA-ların Rusiyaya zərbələri getdikcə artır. İsrailin Livanın Məcdəl-Zun şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3 mülki müdafiə işçisi daxil olmaqla ən azı 5 nəfər həlak olub. Bu barədə Livan ordusu mətbuat xidməti məlumat verib. Məlumata əsasən xilasetmə əməliyyatlarının aparıldığı binalardan birinə hava hücumu edilib. Amerika və İsrail İrana qarşı quru əməliyyatına cürət etmədi. Bunu İran ordusunun sözcüsü Məhəmməd Əkrəmliyə deyib. O əlavə edib ki, quru qoşunları Amerikanın region ölkələrindəki bazalarına Fəcr və Fəth raketləri ilə zərbə endirib və quru müdaxilədən çəkindirib. Amerika prezidenti Donald Trump Almaniya kansleri Friedrich Merzi İranla bağlı mövqeyinə görə tənqid edib. O qeyd edib ki, Almaniya kansleri Friedrich Merz İranın nüvə silahına sahib olmasının məqbul olduğunu düşünür. O nədən danışdığını bilmir. Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov götürülərdi. Mən indi İrana qarşı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduqları tədbirləri görürəm. Almaniyanın iqtisadi və digər cəhətlərdən bu qədər pis vəziyyətdə olması təəccüblü deyil, deyə Trump qeyd edib. Amerika İranın bank sistemində iştirak etməkdə ittiham olunan 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu şəxslər və qurumlar sanksiyalardan yayınma, qanunsuz neft müqavilələri və İranın regiondakı fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı $10 milyardlarla dollarlıq vəsaitin dövriyyəsinə yardım edib.